Hər vaxtınız xeyir olsun əziz şagirdlər, abituriyentlər və müəllimlər. Hər gün din formatında 10 tarix sualının izahı videosunun ikinci hissəsinə xoş gəldiniz. Daha çox belə videolar üçün kanalımı izləməyi və videonu bəyənməyi unutmayın. Hər kəsə uğurlar. İlk sualla başlayaq. Aşağıdakılardan birində uyğunluq pozulub. A variantı amfora, qədim Afinada gil qablar. Burada heç bir uyğunluq pozulmayıb. Biz bilirik ki, amfora iki şaquli qulpu olan və dar ağızlı gil qabdır və qədim Afinada istifadə edilmişdir. B variantı arena, Yunan allahlarının yaşadığı məbəd. Sualın düzgün cavabı budur, çünki burada uyğunluq pozulmuşdur. Arena Yunan allahlarının yaşadığı məbəd deyil, arena qumla örtülmüş mərkəzi döyüş meydançası idi. Burada əsasən qladiator döyüşləri keçirilirdi və bura əsasən amfiteatrların mərkəzində yerləşirdi. Yəni Roma tarixinə aiddir və Yunan allahlarının yaşadığı məbəd deyil. Yenə də digər variantlara da baxaq. Oliqarxiya, azlığın hakimiyyəti, qeyri-demokratik rejim düzgün cavabdır. Tiranlıq, dövlətdə tək başına despotik hakimiyyətə əsaslanan güc yolu ilə bərqərar olan hakimiyyət forması. Burada da heç bir uyğunluq pozulmayıb, yəni tiranlıq tiranın tək başına despotik hakimiyyətidir. Polis sistemi şəhər dövlətləri səviyyəsinə yüksələn bərabər hüquqlu torpaq sahiblərinin vətəndaş icmaları. Bu da düzgün cavabdır. Xüsusilə biz Afina polislərinə nəzər yetirdikdə bunu görürük. Vətəndaş icmaları şəhər dövlətlər səviyyəsində, həmçinin bərabər hüquqlu torpaq sahiblərini. Mohenjo-Daro və Harappa mədəniyyəti və Kirit mədəniyyəti üçün oxşar cəhətlər. Mohenjo-Daro mədəniyyəti Hindistan tarixinə aiddir. Tez-tez yazaq bura. Krit mədəniyyəti isə bildiyiniz üzrə Yunanistan. Ümumiyyətlə, Krit Avropada ilk qədim dövlət kimi hesab olunur və eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında yaranmışdı. Krit mədəniyyətində əkinçilik, balıqçılıq, gəmiçilik inkişaf eləmişdi. Möhtəşəm saraylar tikirdilər, sarayların divarlarına freskalarla bəzəyirdilər və s. Variantlara baxaq. Ellinizm mədəniyyətinə aiddir. Bu səhv fikirdir. Bunun Hindistan tarixinə bir aidiyyəti yoxdur. Həmçinin Krit mədəniyyətinə də aidiyyəti yoxdur. Ellinizm Yunan mədəniyyəti ilə eyni olsa da bu biraz daha sonra yaranan bir termindir. Köçəri tayfalar tərəfindən yaradılmışdır. Bu da səhv fikirdir. Heç biri köçəri tayfalar tərəfindən yaradılmamışdır. Eramızdan əvvəl 3-2-ci minilliklərdə mövcud olmuşdur. Düzgün cavab budur. Çünki hər iki mədəniyyət, həm Mohenjo-Daro və Harappa, həm də Krit mədəniyyəti eramızdan əvvəl 3-2-ci minilliklərdə mövcud olmuşdur. Eyni yazı yenə də ənənəmizə sadiq qalaraq o bir variantlara baxaq. Eyni yazı sistemindən istifadə etmişdilər. Bu səhv fikirdir. Çünki hər ikisinin özünə məxsus yazısı olsa da, bu eyni yazı deyildir. Eramızdan əvvəl 5-ci əsrdə Dori tayfalar tərəfindən dağıdılmışdır. Bu da səhv fikirdir. Yəni bunlara aidiyyəti yoxdur. Çünki Dori tayfalar tərəfindən dağıdılan mədəniyyət Mikena mədəniyyətidir və bu hadisə 5-ci əsrdə baş verməmişdir. Üçüncü suala baxaq. Eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Apennin yarımadasında yaşayan ən çox inkişaf etmiş tayfalar. Sualın cavabı B variantı Etrusklardır. Çünki Etrusklar eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Apennin yarımadasında ən inkişaf etmiş xalq idi, yəni ən inkişaf etmiş tayfa idi. Dördüncü sual xəritə sualı. Eramızdan əvvəl 332-ci ildə İskəndərə müqavimətsiz tabe olan ölkəni seçin. Bu sualı həll etməkdən ötürü əvvəlcə biz İskəndərə müqavimətsiz tabe olan ölkəni seçməliyik. Bilirik ki, bu Misirdir. Çünki Misir Makedoniyalı İskəndərə biz dedik ki, döyüşsüz, müqavimətsiz tabe oldu. Hətta Misirin kahinləri İskəndəri Firon tanrı adlandırdılar. Burada baxdıqda bura 1, 2, 3, 4, 5. Misir Qırmızı dənizin ətrafında Afrika ərazisində yerləşir. Yəni bu ərazi, yəni bu sualın cavabı A variantı 1. 5-ci sual Çində Sin sülaləsinin hakimiyyəti dövrünə aid deyil. Bu sualı həll etməkdən ötürü əvvəlcə biz Çində Sin sülaləsinin hansı dövrlərdə hakimiyyətdə olmuşdur onu bilməliyik. Eramızdan əvvəl 221-206-cı illərdə Çində Sin sülaləsi hakimiyyətdə olmuş. Baxaq A variantı. Çin səddinin tikilməyə başlanması.
Bu səhv cavabdır. Çünki Sin səddinin çəkilməyə başlanması Sin sülaləsinin dövrünə aiddir. Biz isə aid olmayanı tapırıq. Eramızdan əvvəl 214-cü ildə Hunların basqınlarının, yürüşlərinin qarşısının alınması üçün Sin səddinin tikilməyinə başlanılır və 214 Sin sülaləsinin hakimiyyəti dövrünə aid. İnzibati islahatların keçirilməsi. Bu da səhv cavabdır. Çünki bu da Sin sülaləsinin hakimiyyət dövrünə aid. Sin sülaləsinin imperatoru Sin Şixuandi inzibati islahat keçirmişdir. O, Çin ərazisini 36 inzibati vilayətə bölmüş və hər birini idarə etməkdən ötürü məmurlar təyin etmişdir. Həmçinin vahid qanunların qəbul edilməsi və mərkəzləşdirilmiş idarə sisteminin yaradılması da düzgün cavab deyil, çünki bunların hər ikisi Sin sülaləsinin hakimiyyət dövründə olmuşdur. Çünki biz qeyd etdik ki, Çində ilk dəfə vahid dövlət və mərkəzləşdirilmiş idarə sistemi Sin sülaləsinin hakimiyyət dövründə yarandı. Qalır D variantı əhalinin vahid xalqa çevrilməsi. Bu düzgün cavabdır. Çünki əhalinin vahid xalqa çevrilməsi Sin sülaləsinin hakimiyyəti dövründə deyil, Xan sülaləsinin hakimiyyəti dövründə olmuşdur. Aşağıdakılardan birində uyğunluq pozulmuşdur. Bu gördüyümüz üzrə ibtidai icma cəmiyyətinə aiddir Azərbaycan tarixi. Burada biz qədim insanların yaşayış məskənlərinin yerləşdiyi ərazilərdən birində verilən uyğunsuzluğu tapmalıyıq. Bir baxaq. A variantı Tağlar mağarası Qarabağ. Tağlar Qarabağda yerləşir. D variantında Qaraca düşərgəsi Mingəçevir. Bu da düzgün cavab deyil, çünki Qaraca düşərgəsi Mingəçevir ərazisində yerləşirdi. Bizdən isə pozulanı, yəni uyğun olmayanı soruşur. Davam edək. Buzeyir Lerikdə düzgün cavab deyil, çünki Buzeyir mağarası Lerikdə yerləşirdi. Zar Kəlbəcərdə yerləşirdi. Yerdə qalır Y variantı Daşsalahlı. Daşsalahlı mağarası Naxçıvan ərazisində deyil, Qazax ərazisində yerləşirdi. Deməli, uyğunluğun pozulduğu variant, yəni düzgün cavab Y variantı, Daşsalahlı mağarası. Göytəpə və Kamiltəpə abidələrinin mənsub olduğu dövrə aiddir. Bu sualı həll eləməkdən ötürü əvvəlcə Göytəpə və Kamiltəpə yaşayış məskənlərinin, yəni abidələrinin hansı dövrə aid olduğunu tapmalıyıq. Biz bilirik ki, Göytəpə və Kamiltəpə yaşayış məskənləri, yəni abidələri neolit dövrünə aiddir, yəni yeni daş dövrü. Və biz aşağıdakılardan hansının yeni daş dövrünə, neolit dövrünə aid olduğunu tapmalıyıq. Əhalinin oturaq həyata keçməsi. Düzgün cavab elə A variantıdır. Çünki biz bilirik ki, neolit dövründə, yəni yeni daş dövründə Azərbaycan ərazisində əhali oturaq həyat tərzinə keçmişdir. O biri variantlara baxaq, ənənəmizə sadiq qalaraq. Qan qohumluğuna əsasən insan birliklərinin meydana gəlməsi, həmçinin Neandertal insanların mövcud olması. Bunlar paleolit dövrü, qədim daş dövrünə aiddir. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması. Bu mezolit, yəni orta daş dövrünə aiddir. Metal alətlərdən istifadə edilməsi isə eneolit, yəni ilk metalın kəşf olunduğu Nisdaş dövrünə aiddir. Bu sualın cavabı əhalinin oturaq həyat tərzinə keçməsi, yəni A variantıdır. 8-ci sual. Eramızdan əvvəl 22-ci əsrin sonlarında iki çay arasında Kutilərə qarşı baş vermiş üsyan nəticəsində. Yəni biz eramızdan əvvəl 22-ci əsrin sonlarında Kutilərə qarşı baş vermiş üsyanın nəticələrini tapmalıyıq. Biz bilirik ki, Kutilər 100 ilə yaxın bir müddət iki çay arasında hakimiyyətdə olmuşdur. Lakin 22-ci əsrin sonlarında onlara qarşı üsyan baş vermişdir və bu üsyan nəticəsində sonuncu Kuti hökmdarı Trikan taxtdan salındı. Bu düzgün cavabdır. Hətta biz demişdik ki, sonuncu Kuti hökmdarı Trikan cəmi 40 gün hakimiyyətdə qala bilmişdi. İki çay arasında Kutilərin hakimiyyəti başa çatdı. Düzdür, Trikan taxta salındıqdan sonra iki çay arasında Kutilərin hakimiyyəti başa çatdı. Və həmçinin bir də dördüncü variant olan Kutilər Urmiya gölü hövzəsində əvvəlki qüdrətini və mövqeyini itirdi. Əlaqələndirək, Kutilərin iki çay arasında hakimiyyəti başa çatdıqdan və Trikan taxtdan salındıqdan sonra Kutilər zəiflədi və nəticədə onların Urmiya gölü hövzəsindəki əvvəlki qüdrəti də itirildi. Beləliklə bu sualın cavabı 1, 2, 4-dür. İki çay arasında hakimiyyəti Aşurların ələ keçirməsi və Şumerlərin Urmiya gölü hövzəsində hakimiyyət qüvvəyə çevrilməsi bunlar səhv fikirdir. Bunlar tarixi həqiqətləri əks etdirmir.
Mannada atçılığın inkişaf etdiyi xüsusi at cinslərinin olduğu vilayətdir. Yəni variantlardan biri Mannada atçılığın inkişaf elədiyi vilayəti göstərir. Yadımıza salaq, biz demişdik ki, Subi vilayəti at ilxılarının çoxluğuna, xüsusi at cinslərinin olmasına, atçılığın inkişaf eləməsinə görə Mannada seçilirdi. Deməli, bu sualın cavabı A variantı Subi vilayətidir. Uyğunluq pozulmuşdur. Bu sual yenə Manna tarixinə aid olduğunu variantlara baxdıqdan sonra görürəm. Bir nəzərdən keçirdək. Manna dövlətini idarə edirdi canişinlər. Bu səhv fikirdir. Çünki Manna dövlətini canişinlər yox, qeyri-məhdud səlahiyyətlərə malik hökmdar idarə edir. Sualda bizdən uyğunluğun gözlənildiyi variantı soruşduğuna görə A düzgün cavab deyil. Urartu hökmdarı 1-ci Rusiyanın Manna dövlətinə münasibətində əsas yer tuturdu müttəfiqlik. Bu da səhv fikirdir. Çünki biz bilirik ki, Urartu hökmdarı 1-ci Rusiya Mannaya müttəfiq kimi yox, əksinə onu parçalayıb vilayətlərini, ərazilərini ələ keçirmək istəyirdi. Urartu hökmdarı ilə müttəfiq olmuşdur İranzu. Burada da uyğunluq pozulmuşdur, gözlənilməmişdir. Bizdən isə gözlənilən, yəni uyğun olan variantı soruşduğuna görə bu da düzgün cavab deyil. Çünki İranzu Urartu ilə ittifaq, müttəfiqlik münasibətləri qurmamışdır. Əksinə Aşşur dövləti ilə müttəfiqlik münasibətləri qurmuşdur. D variantına baxaq. Mannada mərkəzi hakimiyyəti möhkəmləndirmişdir Azar. Bu da səhv fikirdir. Çünki Mannada mərkəzi hakimiyyəti möhkəmləndirən hökmdar İranzu olmuşdur. Bu bir sıra daxili və xarici islahatlar keçirdərək Mannada mərkəzi hakimiyyəti möhkəmləndirmişdir. Yerdə qaldı Y variantı. Müstəqil xarici siyasət yeritmiş Manna hökmdarı idi Ahşeri. Bu düzgün cavabdır. Çünki Ahşeri Mannada müstəqil xarici siyasət yeritmişdi. Çünki biz demişdik ki, eramızdan əvvəl 7-ci əsrdə Azərbaycan ərazisinə 7-ci əsrdə Azərbaycan ərazisinə gələn İskit Kimmer-Sak tayfalarının hücumu nəticəsində, yəni axınları gəlməkləri nəticəsində onlar Urmiya gölünün ətrafında yeni şahlıq yaratdılar. Manna hökmdarı Ahşer də onlarla dostluq münasibətləri quraraq müstəqil xarici siyasət yeritməyə başladı. Aşşur ilə olan illərdir davam edən ənənəvi ittifaqı pozmuşdur. Beləliklə, 10-cu sualın cavabı, yəni uyğunluğun gözlənildiyi variant Y variantı müstəqil xarici siyasət yeritmiş hökmdar Ahşeri idi cavabıdır. Bu günlük bu qədər. Növbəti sualların izahında görüşənə qədər.